Salam, dərs 18-in izahına baxaq. Materiklərin iqlimi. Avropanın iqlimi ilə başlasaq, bilirik ki, Avrasiya materiki iki qitədən ibarətdir. Avropa və Asiya. Avropada yayılmış iqlim tipləri. Avropa Arktik iqlim qurşağı, subarktik, mülayim və subtropik iqlim qurşağında yerləşir. Arktik iqlim qurşağı şimal hissədə, Şimal Buzlu Okeanında olan adalarda yayılmışdır və bu ərazilərdə yalnız yayda temperatur sıfırdan yüksək ola bilər. Subarktik iqlim qurşağı Skandinaviya yarımadasında yayılmışdır və burada yağıntılar qeyri-bərabərdir. Bunun da əsas səbəbi mülayim dəniz hava kütləsinin təsirinə məruz qalmasıdır. Bu hissədə qışda arktik hava daxil olur. Ona görə də qış soyuq və quru keçir. Mülayim iqlim qurşağı Avropanın geniş bir hissəsini əhatə edir. Yaşıl rəngdən verilən hissə. Burada həm mülayim dəniz, həm mülayim kontinental tipləri yayılmışdır. Subtropik iqlim qurşağı Aralıq dənizinin subtropik tipidir. Bu, Cənubi Avropanı əhatə edir. Bu ərazilərdə yay ayları isti və quru olur. Qış ayları isə soyuq olur və yağıntı qışda düşür. Asiyanın iqlimi. Asiyada arktik, subarktik, mülayim, subtropik, tropik, subekvatorial və ekvatorial iqlim qurşağı. Hamısı yayılmışdır. Yəni, şimalda yerləşən iqlim qurşaqlarının hamısına Asiyada rast gəlmək mümkündür. Çünki Asiya geniş bir ərazini əhatə edir. Arktik iqlim qurşağı Asiyanın şimal hissəsini əhatə edir. Şimal Buzlu Okeanı sahilləri. Bu ərazilər il boyu soyuq və quru olması ilə seçilir. Qışda temperatur -40, -50, yayda isə 0-4 dərəcəyə qədər yüksələ bilir. Burada şimal-şərq küləkləri hakimdir və bu da Şimal Buzlu Okeanının üzərindən materikə doğru əsir. Amma yağıntı gətirmir. Çünki buzlu ərazidən əsir. Ona görə də yağıntı gətirmir. Subarktik iqlim qurşağı. Subarktik iqlim qurşağı yenə də gördüyümüz bu tünd mavi rənglədir. Asiyanın şimal hissəsində yayılmışdır və burada arktik və mülayim hava kütlələrinin növbəli olaraq təsiri ardında artıq burada arktik qurşaqdan cənuba doğru yerləşir. Burada dedik, arktik və mülayim hava kütlələrinin təsiri olur. Bu ərazidə yayda mülayim, qışda isə çox sərt hava olur. Buna səbəb yayda mülayim qurşağın hava kütləsinin, qışda isə arktik hava kütləsinin hakim olmasıdır. Mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağı gördüyünüz yaşıl rəngdir. Mülayim iqlim qurşağı Asiyanın daha çox hissəsini əhatə edir. Burada mülayim iqlim qurşağının tipləri var ki, mülayim kontinental, kəskin kontinental və musson tipləri yayılmışdır. Asiyada ümumilikdə mərkəz hissələrdə kəskin kontinental, bu hissələrdə mülayim kontinental, şərqində isə musson tipi yayılmışdır. Bu ərazilərdə ən soyuq hissə, şimalda yerləşən ən soyuq hissə olan Oymyakon yerləşir ki, -72 dərəcə soyuqluğu var və həmçinin Verxoyanskda -68-ə qədər temperatur enə bilir. Bu ərazilərdə qışda yağıntı az olur və bəzi illərdə ümumiyyətlə yağıntı olmur. Ona görə də qar örtüyü nazik olur. Bu hissədə Kamçatkada mülayim dəniz, Kamçatka bu hissədə yerləşir. Kamçatkada mülayim dənizdir. Amma şərq hissəsi Saxalin adası, Kuril adalarında isə mülayim musson iqlimi yayılmışdır. Subtropik iqlim qurşağı. Aralıq dənizdən Sakit Okeana qədər olan hissələrdə
təxminən 40 dərəcə şimal enliyində yayılmışdır. Qərbdən şərqə doğru getsək, Aralıq dənizi, kontinental və musson vilayətləri bir-birini əvəz edir. Bu hissədə Aralıq dənizi, kontinental, bu hissədə də musson tipləri bir-birini əvəz edir. Tropik iqlim qurşağı. Tropik iqlim qurşağı Asiyada bütöv zolaq əmələ gətirmir. Və gördüyümüz bu hissə tropikdir və bu hissə də tropikdir. Asiyada bütöv zolaq əmələ gətirmir. Burada Tar səhrasında tropik iqlim qurşağı qırılır. Bunun əsas səbəbi Hind okeanından gələn rütubətli havanın təsiridir. Sonra subekvatorial iqlim qurşağı. Diqqət yetirsək, bu hissə subekvatorial, bu hissə isə subtropikdir. Burada iki keçid iqlim qurşağı, subekvatorial və subtropik iqlim qurşağı sərhəd təşkil edir. Çünki tropik qurşaq burada qırılır. Subekvatorial iqlim qurşağı cənubi, cənub-şərqi, eyni zamanda Şərqi Asiyada yayılmışdır. Bu qurşaq qışda tropik, yayda ekvatorial hava kütləsinin təsirinə məruz qalır. Ona görə də yay yağıntılı, qış isə nisbətən quraq olur. Ekvatorial iqlim qurşağı. Asiyanın cənub-şərq ucqar nöqtəsində kiçik bir ərazini əhatə edir və burada temperatur 25 dərəcə və daha çox ola bilir ki, və bol yağıntı düşür. Çünki ekvatorial hava kütləsinin daim təsirinə məruz qaldığı üçün yağıntı il boyu bol olur. Şimali Amerikanın iqlimi. Şimali Amerikanın iqliminin formalaşmasında onun coğrafi mövqeyinin də rolu böyükdür. Materik şimaldan cənuba böyük bir məsafədə uzanır. Materikin iqliminə Şimal Buzlu Okean, Atlantik Okeanın təsiri çoxdur. Sakit Okeanında təsiri azdır, çünki qərb hissədə meridional istiqamətdə Kordilyer dağları yerləşir. Şimal hissədən materikə Şimal Buzlu Okeanı üzərindən bilirik ki, soyuq hava daxil olur və həmçinin cənubdan isə isti hava maneəsiz şəkildə daxil olur. Çünki qarşısını kəsəcək dağ yoxdur, nə şimal hissədən, nə cənub hissədən. Buna görə də şimal hissədən soyuq havanın, cənub hissədən isti havanın maneəsiz daxil olması nəticəsində burada bu havalar toqquşan zaman tornadolar adlanan güclü qasırğalar baş verir. Materikdə ən aşağı temperatur -70 Qrenlandiyada, ən yüksək -56 Kaliforniyada qeydə alınmışdır ki, ölüm dərəsindədir. Bu da yəni ölüm dərəsi Kaliforniya çökəkliyində yerləşir. Burada Sakit Okean sahillərinə 3000 mm, yəni ən çox yağıntı bura düşür. Ən az ölüm dərəsinin ətrafında 100 mm-dən az yağıntı düşür. Sahil xətti girintili, çıxıntılıdır. Bu da onun iqliminə daha çox təsir göstərir. Şimali Amerika materikində arktik, subarktik, mülayim subtropik iqlim qurşağı geniş sahəni, tropik və subekvatorial iqlim qurşağı isə kiçik bir sahəni əhatə edir. Arktik iqlim qurşağı şimalda, Şimal Buzlu Okean sahillərində yerləşən hissələri əhatə edir. Ondan cənubda isə subarktik iqlim qurşağı yerləşir. Sonra mülayim iqlim qurşağı. Gördüyünüz yaşıl rəng mülayimdir. Burada mülayimin həm mülayim dəniz, mülayim kontinental, kəskin kontinental tipləri yayılmışdır. Subtropik iqlim qurşağı da Sakit Okeandan Atlantik Okeanına qədər Aralıq dənizi, kontinental və musson tipləri bir-birini əvəz edir. Aralıq dənizi, kontinental, bu hissədə də musson tipləri bir-birini əvəz edir. Tropik iqlim qurşağı. Kaliforniyanın cənubunda tropik kontinental, yəni səhra, şərqində isə rütubətli tropik tipi yayılmışdır. Subekvatorial iqlim qurşağı. Bu da Mərkəzi Amerikanın cənubunda. Burada kiçik bir hissəni əhatə edir. Cənubi Amerikanın iqlimi. Cənubi Amerika materiki dünyanın ən rütubətli materikidir.
Çünki bunun əsas hissəsini ekvatorial, subekvatorial və rütubətli tropik iqlim qurşaqları yerləşməsi ilə izah olunur. Ən çox yağıntı 8000 mm qərbi Kolumbiya ərazisinə, ən az isə Atakama səhrasına düşür. Bu hissədə yayılmış, Cənubi Amerika materikində yayılmış iqlim ekvatorial, subekvatorial, tropik və subtropik iqlim qurşağıdır və eyni zamanda mülayim iqlim qurşağı. Yəni cənubda yerləşən subarktik və subantarktik və antarktik tiplərindən başqa qalan hamısı Cənubi Amerikada mövcuddur. Ekvatorial iqlim qurşağı gördüyünüz bu qırmızı hissədədir. Amazon ovalığının böyük bir hissəsini, Ant dağlarının şimal-qərb hissəsini əhatə edir. Ekvatorial iqlim qurşağında ekvatorial hava kütləsi hakimdir. Ona görə il boyu isti və rütubətlidir. Temperatur orta illiyi 24-26-dır. Yağıntıların orta illik miqdarı 1500-3000 mm-dir. Yağıntılar il boyu bərabər paylanır. Subekvatorial iqlim qurşağı ekvatorun həm şimalında, həm cənubunda yerləşir. Burada bilirik ki, subekvatorial iqlim qurşağına yayda ekvatorial hava kütləsi təsir göstərir. Ona görə də yağıntı yayda düşür. Şimal hissədə yağıntı yayda, yəni iyun, iyul, avqust aylarında, cənub hissədə yağıntı yayda, yəni dekabr, yanvar, fevral aylarında düşür. Bilirik ki, şimalın və cənubun yay ayları fərqlidir. Tropik iqlim qurşağı rütubətli və kontinental səhra tiplərinə ayrılır. Bu hissədə tropik səhra, şərq hissəsində isə rütubətli tropik tipləri ayrılmışdır. Əsasən La Plata ovalığını, Braziliya yaylasını və Sakit Okean sahillərini əhatə edir. Subtropik iqlim qurşağı 30-40 dərəcə cənub enlikləri arasında gördüyünüz sarı rənglə verilmiş hissədə yayılmışdır. Burada Atlantik Okeanı sahillərində bərabər yağıntılı, mərkəzdə kontinental, qərbdə isə Aralıq dənizidir. Bu hissədə Aralıq dənizi, bu hissədə kontinental, bu hissədə isə bərabər yağıntılı tipi yayılmışdır. Mülayim iqlim qurşağı materikin cənubunda yayılmışdır. Mülayim dəniz və mülayim kontinental. Şərq hissədə mülayim kontinental, şərq hissədə mülayim kontinentaldır. Bu hissədə mülayim kontinental. Qərb hissədə isə mülayim dəniz iqlim tipi mövcuddur. Afrikanın iqlimi. Afrika materikinin əksər hissəsi tropik qurşağa düşür. Buna görə də dünyanın ən isti materiki hesab olunur. Burada günəş radiasiyasının illik kəmiyyəti böyükdür, 160-220 kilokaloridir. Əksər hissəsində də günəş ildə ümumilikdə 2 dəfə zenitdə olur. Bu da tropiklər arasında yerləşməsi ilə əlaqədardır. İl boyu temperatur 20 dərəcə Selsiyadan aşağı düşmür. Dünyada ən yüksək temperatur Afrikada, Liviyada, Tripoli şəhərində müsbət 58 dərəcə qeydə alınmışdır. Ən aşağı temperatur isə Atlas dağlarındadır. Materikin şimal hissəsi cənuba nisbətən daha genişdir. Ona görə də şimalda daha quru və kontinentallıq hökm sürür. Afrika sahillərində Kanar, Bengen, Somali kimi soyuq cərəyanlar var ki, bu da sahil boyu ərazilərdə quru iqlimi formalaşmasına səbəb olur. Materikin cənub-şərq sahilində Mozambik, İğnəburnu cərəyanları yağıntının yağmasına səbəb olur. Madagaskar adasının və Əjdaha dağlarının şərq yamacında çoxlu miqdarda yağıntı düşür. Buna səbəb də Hind okeanından gələn passat küləklərin təsiridir. Materikin mərkəzindən ekvator xətti keçir. Onu şimal və cənub hissələrə təxminən bərabər hissələrə bölür. Ona görə də şimal və cənubda fəsillər bir-birinin əksini təşkil edir. Afrikada ekvatorial, subekvatorial, tropik və subtropik iqlim qurşağı mövcuddur. Ekvatorial iqlim qurşağı materikin mərkəz hissəsini əhatə edir. Xüsusilə də Kongo çökəkliyi, Qvineya körfəzini.
Burada yağıntının miqdarı 10.000 millimetrdən artıq olur və günəş radiasiyası da çox olur. Çünki ekvatorial hava kütləsi burada daim hökm sürür və bol yağıntı, bol istilik gətirir. Bu ərazidə səhər hava aydın olur, gündüz güclü isinir və şimşək ildırımla müşahidə olunan gündüzlər baş verir. Eyni zamanda həmin vaxtda leysan yağış yağır. Yağışdan sonra hava açılır. Artıq axşam hava yenidən sakit və buludsuz olur və bu gündəlik olaraq belə davam edir. Ekvatorial iqlim qurşağı Afrikada çox da geniş bir ərazini əhatə etmir. Gördüyünüz qırmızı rəng ekvatorial iqlim qurşağının yayıldığı ərazilərdir. Ekvatorial iqlim qurşağının hər iki tərəfində, həm şimalında, həm cənubunda subekvatorial iqlim qurşağı yayılmışdır. Bu iqlim qurşağında da yay isti rütubətli, qış isə quraq keçir. Bilirik ki, şimalda yay iyun, iyul, avqust ayıdır, həmin vaxt istidir. Cənubda dekabr, yanvar, fevraldır, həmin vaxtdır yağıntı verir. Yəni şimalda iyunda yağıntı düşdüyü halda cənubda yanvarda yağıntı düşür. Çünki şimalın yayı iyun aylarıdır. Cənubun yayı isə dekabr, yanvar, fevral aylarını əhatə edir. Tropik iqlim qurşağı Afrikada geniş ərazini əhatə edir. Gördüyünüz sarı rənglə verilmiş isə tropik iqlim qurşağıdır. Şimalda kontinental tropikdir, yəni səhra iqlimi formalaşmasına səbəb olur. Cənubda isə cənub-qərb hissədə kontinental, yəni səhra, cənub-şərq hissədə isə rütubətli tropik iqlim tipləri yayılmışdır. Avustraliyanın iqlimi. Avstraliya dünyanın ən quraq materikidir. Çünki burada cənub tropik xətti demək olar ki, Avstraliyanın mərkəzindən keçir və Avstraliyanın mərkəz hissəsi okeanlardan uzaqda yerləşir. Eyni zamanda materikin qərbində olan Qərbi Avstraliya cəryanı da təsir göstərərək quru iqlimin formalaşmasına şərait yaradır. Bu da sahil boyu səhraların yaranmasına gətirib çıxarır. Şərqdə Şərqi Avstraliya cəryanı isə şərq sahillərinə bol yağıntı gətirir. Amma böyük su ayrıcı dağları burada sədd rolunu oynayır. Yəni materikə gələn havanın qarşısını alır. Sakit okeandan əsən cənub passatlar il ərzində Şərqi Avstraliya sahillərinə çoxlu yağıntı gətirir. Yəni əsas yağıntı şərq hissəyə düşür. Ən az yağıntı mərkəz və qərb hissəyə düşür. Avstraliyada ən yüksək yağıntı Darling çayında müşahidə olunmuşdur ki, 52 dərəcə. Qışda isə dağlıq ərazilərdə -20 dərəcəyə qədər enə bilir. Avstraliyada subekvatorial, tropik, subtropik və mülayim iqlim qurşağı yayılmışdır. Amma cənub subekvatorial, cənub tropik, cənub subtropik, cənub mülayim. Çünki ekvatordan cənubda yerləşir. Cənub subekvatorial Avstraliyanın şimal hissəsini əhatə edir. Cape York, Arnamet yarımadasının ekvatorial hava kütləsinin təsirinə məruz qalır. Ona görə də yay daha yağıntılı keçir. Yayda ekvatorial hava kütləsinin təsirinə məruz qalır. Bu hissənin də yayı dekabr, yanvar, fevral aylarına düşür. Tropik iqlim qurşağı təqribən bu hissələri əhatə edir. 20 dərəcə cənub enliyini. Materikin şərq hissəsində dağlıq, burada rütubətli tropikdir. Qərb hissəsində, mərkəz hissəsində isə kontinental tropik tropik iqlim tipi hökm sürür. Subtropik iqlim qurşağı qərbdən şərqə doğru Aralıq dənizi, mərkəzdə kontinental, şərq hissədə isə bərabər yağıntılı olmaqla 3 tipə bölünür. Sonra mülayim iqlim isə çox kiçik bir ərazidə Tasmaniya ədasının
cənub hissəsində formalaşmışdır. Antarktida materiki dünyanın ən soyuq materikidir. Burada yer kürəsində olan ən aşağı temperatur -91 dərəcə Fuji günbəzində qeydə alınmışdır. Antarktidada subantarktik və antarktik iqlim qurşaqları yerləşir. Antarktida materikinin çox hissəsi buzlarla örtülü olduğu üçün albedonun yüksək olması ilə seçilir. Bu hissədə albedonun çox olması Antarktida materikinin qızmasına mane olur. Çünki günəşin çox hissəsini, günəş işıq və istiliyinin çox hissəsini bu əks etdirir. Və istiliyi əks etdirən zaman artıq materik səthi isinə bilmir. Arktika ilə müqayisədə materik səthinin daha soyuq olmasının əsas səbəbi də buz qatının qalın olması, onun orta hündürlüyünün çox olmasıdır.